Xahiş edirəm, əlinizdən gəldiyi qədər bu videonu bəyənin, paylaşın. Çünki sabah bir gün sizin övladınızı da aldada bilərlər, yaxınlarınızı, tanışlarınızı, qohumlarınızı da dələduzluq yolundan pulunu əlindən ala bilərlər. TikTok platformasında dələduz var. Mənim və mənim kimi ticarətçilərin videolarını, blogerlərin videolarını götürür, öz səhifəsində paylaşır. Və siz də görürsünüz mənim videomu, başqasının videosunu yazırsınız, ona neçədir qiymət yazır, siz də kart atırsınız, ödəniş edirsiniz, vəsiyo, getdiniz bloka, sizin pulunuz batdı, getdi. Sonra da mənə zəng edirsiniz ki, ay Coşqun, ay filan kəs, mən sənin videomu filan səhifədə gördüm, filan qədər pul attım, beh attım, nə attım, mənə bloka attı. Burada mənim günahım yoxdur. Mənim videolarımı Google vasitəsilə, bir tətbiq vasitəsilə yükləyib paylaşa bilirlər. Mən nə qədər də TikTokda bağlasam ki, mənim videomu heç kim yükləyə bilməsin, Google'da bir tətbiq var. Onun vasitəsilə yükləyirlər, öz səhifələrində paylaşırlar. Mən 100 manata dediyim şeydə deyir 50 manat. Cəmaət də görür, ay nə yaxşı, Coşqun nə yaxşı bu 50 manata verib. Bir dənə şeysə 50 manat atır ki, qurtarmasın. Getdi 50 manatınız. İnanmayın, buradan sözüm Daxili İşlər Nazirliyinədir. Kiberdələduzluqla məşğul olan aidiyyatı qurumlaradır. Xahiş edirəm, cəmaatı aldadırlar. Burada səhifəsinin adını hallandırmaq istəmirəm. Çünki burada elə tüpo insanlar var ki, mən deyəcəm ki, filan səhifə insanları alladır. 3 gündən sonra o alladır söz yadından çıxacaq, deyəcək Coşqun onun səhifəni reklam eləmiş. Görək o da onun səhifəsidir. Baxaq görək necədir, nədir. Yenə aldanacaqlar, sonra deyəcəklər ki, Coşqun belədir, Coşqun dedi. Ona görə də kim bu işlə məşğuldursa, mənim əlaqə nömrəm səhifədədir. Mənə yazsın, mən həmin şəxsin nömrəsini, səhifəsinin adını, çox insan da tanıyır ha kimdir. O qədər dələduzluqla məşğuldur ki, çox adam da tanıyır. Yorumlarda yazın, hamı da tanısın. Kim tanıyırsa yorumlarda yazın səhifəsinin adını, hamı da tanısın ki, bu insan dələduzdur. Vallahi billah mənə gündə 5 dəfə, 6 dəfə zəng gəlir ki, qardaş sizin videonu gördüm, aldatdılar bizi. Sizin xəbəriniz var, deyirəm vallahi xəbərim var, sizdən qabağa da filan kəs zəng eləmişdi, filan zəng eləmişdi. Elə sizə zəng eləyir, deyir ki, sizin ikinci səhifədir. Siz paylaşırsınız. Deyirəm, ha gir bax gör mənim videomda var, ayaqqabı da paylaşıb, paltar da paylaşıb, ütü də paylaşıb, hər şeydə paylaşıb, hər yəni bir şeylə alladır. DJI-in dronu var, 3000 qiyməti, qoyub oraya 100 manat kameralı dron. Anlayışı olmayan deyir, nə yaxşı dron kameralı 100 manat, atın buna gəlsin. Əfsü getdim bloka. Xahiş edirəm, əlinizdən gəldiyi qədər bəyənin, paylaşın, hamı görsün, bu dələduzu hamı tanısın və aidiyyatı qurumlarının da qabağına çıxsın bu video. Bu işlə bir nəfər məşğul olsun, o insanı yaxalasınlar.